O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: Mənim bu qullarımı haq yoldan sizmi azdırdınız? Yoxsa onlar özləri azdılar? Onlar deyəcəklər: Sən pak və müqəddəssən. Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrüyə çevrildilər. Kafirlərə deyiləcəkdir: Onlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edər, nə də başqa bir əlacınız qalmamışdır. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq.